Mərkəz Gömrük Hospitalının həkim oftalmoloq Aynur Əliyeva bugün sizə görmənin və gözün qorunması üçün lazımi tədbirlər haqqında qısa məlumat verəcəm. Görmənin və gözün qorunması üçün ən sadə üsul əlbəttə ki, oftalmoloji müayinələrdən keçməkdir. Oftalmoloji müayinə zamanı aşkar olmuş hər hansı bir patologiyanız varsa, ona uyğun həkim sizə öz məsləhətlərini verir və görməni yaşınızdan asılı olaraq, məsələn, məktəb yaşında uşaqlara ildə bir dəfə rutin müayinə tövsiyə olunur. 40 yaşından sonra şəxslərə göz yağı təzyiqi yoxlanması tövsiyə olunur. Yuxunun və əgər ümumi hər hansı bir xəstəliyiniz varsa, o xəstəliyin stabilliyi, kontrol olunması, eynək təyin olunmuşsa, refraksiya patologiyası varsa, eynəklərin görməni necə təmin etmədiyi kontrol olunması üçün mütəmadi müayinələr tövsiyə olunur. Ən sadə həkim müayinəsində olmusunuz, hər şey qaydasındadır və görmənizi qorumaq haqqında düşünürsünüzsə, qidanıza fikir verəcəksiniz. Qırmızı, narıncı və sarı rəngdə olan enli və tünd yarpağı olan bitkilər, meyvə tərəvəzləri bol-bol istifadə etmək tövsiyə olunur. Həftədə 2 dəfə tərkibində balıq yağı və omega-3 olan qidalardan istifadə olmaq tövsiyə olunur. 7-8 saat yuxu təmin olunmağı tövsiyə olunandır. Yuxudan 1 saat yarım, 1 saat əvvəl monitor texnikasından istifadə etmək tövsiyə olunur. Əgər işiniz kompüterlə və görmə gərginliyi ilə əlaqədardırsa, hər 40 dəqiqədən bir 5 dəqiqəlik fasilə etmək tövsiyə olunur. IT mütəxəssisləri, monitorla məşğul olan vətəndaşlara isə 20 standartlığını tövsiyə edirik. Qızıl 20-lik nə deməkdir? Hər 20 dəqiqədən bir 20 saniyəlik 20 metr uzağa baxmaq tövsiyə olunur. Əgər bu qızıl standart 20-liyə, qızıl 20-yə riayət etsələr, iş rejimində gözündə olan gərginliklər gözə əks təsiri, yan etkisi olmayacaq. Quruluq olmasın deyə ofis işçilərinə gözlərini tez-tez qırpmağı, əgər quruluq diaqnozu qoyulubsa, süni göz yaşı istifadə etməyi tövsiyə edirik. Və təbii ki, əgər anamnezində, ailə üzvlərində, yaxın qohumlarında hər hansı bir göz xəstəliyi varsa şəxslərin, onlarda da həmin risk qrupudadırlarmı, deyillərmi aşkar olunması üçün rutin ildə bir dəfə check-up müayinəsi keçməyə tövsiyə olunur. Təşəkkür edirəm.